Gəlmişəm Gürcüstanlıların toyuna. Həftə sonu Rövşən doktorla birgə Borçalı toyunda olduq. Toy Binəbolluqdakı Xan Palasda keçirilirdi. Toydan əvvəl musiqiçilər son isinmə hərəkətləri eləyir, administratorsa afisantlara ayaqüstü son tapşırıqlarını verirdi. Soyuq qəlyanaltılar masada, lüləyə bürünmüş şişlər də manqal üstündə hazır vəziyyətdə gözləyirdi. Buranın dizaynı maraqlı gəldi. Tavanın qara parçadan olması və üzərindəki işıqlar sanki qaranlıq səmanı və parlayan ulduzları xatırladırdı. Biraz sonra kiçik toyun qəhrəmanları zala daxil oldu. Ardınca xeyir iş böyük qəhrəmanların ruhuna bir dəqiqəlik sükutla başladı. Az sonra qonaqlar meydana, kabablar masalara axın etdi. Toy sahibi üçün məkanın ən vacib yeri isə heç şübhəsiz bax buradır. Əllər ciblərə gedir, 50 və 100 manatlıqlar boş zərflərə həyat verirdi. Tezliklə davulçu dayı qonaqları coşdurdu. Elə oradaca öyrəndim ki, Xan Palasda bax bu bol menyunun qiyməti 36 manatdır. Masada demək olar ki, hər şey var. Yeməklərin dadına gəldikdə lülə standart, balıq əla, quzu soyutması isə möhtəşəm idi. Ət sümükdə qalmırdı. Yəni dəhşət bir şey. Toyda balacaların əyləncəsi də unudulmadı. Beləcə bolluq içində keçən məclisin və gözəl toyun təəssüratları ilə Binəbolluqdan ayrıldım. Həmişə toyda, şadlıqlarda görüşək. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.